duyğusal və həyəcan içində saxlayan filmlərdən biri Eight Below. Filmin süjet xətti Antarktidada -60 dərəcə soyuqda tək qalan 8 itin sağ qalma mübarizəsidir. 2006-cı ildə lentə alınan film real hadisəyə əsaslanır. Hadisə Antarktidada yerləşən elmi araşdırma bazasında başlayır. Bələdçi Jerry və komandası təhlükəli bir missiya zamanı qəfil dəyişən hava şəraiti ilə üz-üzə qalır. Hava gözlənilməz şəkildə dəyişir, temperatur aşağı düşür və güclü fırtına yaxınlaşır. Mərkəz onlardan təcili təxliyə tələb eləyir və evakuasiya qərarı verilir. Bu tələskənlik içində Jerry öz xizəyitlərini, yəni 8 xaskini təyyarədə yer olmadığı üçün geridə qoymaq məcburiyyətində qalır. Plan sadə idi. Pilot komandanı təxliyə eləyib yenidən geri qayıdacaq və itləri də təxliyə eləyəcək. Amma təəssüf ki, plan baş tutmur. Zəncirdə qalan itlər -60 dərəcəyə qədər soyuqda, qida olmadan tamamilə tək qalırlar. Film bu nöqtədən sonra 2 paralel xətt üzrə irəliləyir. Bir tərəfdə itlərin birlik hesabına sağ qalma mübarizəsi, digər tərəfdə isə Jerry'nin peşmanlıq hissi ilə yaşaması. O və digərləri artıq itlərin sağ qalmadığını düşünürdülər. Amma Jerry heç olmasa onların nəşini geri qaytarmaq üçün yol axtarırdı. Amma itlərdən 7-si zincirini qıra bilmişdi. Təkcə biri yaralı olduğu üçün cəhd eləmir və donaraq ölür. Daha sonra əkiz itlərdən biri dərəyə yuvarlanaraq ağır yaralanır. Yeriyə bilmədiyinə görə o da ölür. Geri qalan 6 it təxminən 6 ay müddətində sağ qalmaq üçün mübarizə aparır. Nəhayət Jerry və komandası geri qayıtmaq üçün yenidən birləşir. Jerry stansiyaya çatanda zincirləri yoxlamağa başlayır. O zinciri qaldıranda elə birinci itin öldüyünü görür. Ümidsiz halda digərlərini də yoxlamağa başlayır. Bütöv zinciri qaldırandasa gözlərinə inanmır. Kurtulmuşlar. İtlər sağ qalmağı bacarmışdı. Həmin an stansiya yaxınlığında olduqları üçün maşının səsini eşidib Jerry'nin yanına gəlirlər. Qrup rəhbəri Mayasa yaralandığı üçün itlərdən biri maşına minmir və qaçaraq onun yanına gedir. Beləliklə 8 itdən 6-sı 175 gün sonra xilas olunur.